Bağırsaqları ən yaxşı təmizləyən 4 təbii vasitə. Bağırsaqların normal fəaliyyəti insan sağlamlığında çox böyük rol oynayır. Bağırsaqlar pis işləyəndə ziyanlı maddələr vaxtında xaric olunmur və yenidən orqanizmə soğurularaq zəhərlənməyə səbəb olur. Belə xroniki intoksikasiya bütün orqanizmə ciddi ziyan vurur, orqanizmdə qocalma proseslərini sürətləndirir. Bağırsaqları təbii şəkildə təmizləmək üçün bəzi təbii vasitələrdən istifadə etmək olar. Təbii vasitələr bunlardır. Alma sirkəsi. Alma sirkəsi bağırsaqlarda faydalı bakteriyaların sayını artırır. Bağırsaqlara çox yaxşı antiseptik təsir edir. Qəbizlikdən əziyyət çəkirsinizsə, müntəzəm olaraq təbii alma sirkəsi əlavə olunmuş su için. Su. Su bütün orqanizmi və o cümlədən bağırsaqları təbii olaraq təmizləyir. Bir çox hallarda məhz suyun az miqdarda qəbulu qəbizliyə səbəb olur. Tərəvəz smuziləri. Tərəvəzlərdən hazırlanmış smuzilər qidalı liflərlə zəngindir. Bu liflər bağırsaqlara süpürgə kimi təsir edir. Tərəvəz şirələri ilə səhv salmayın, belə şirələr qidalı liflərdən məhrumdur. Buğda kəpəyi. Buğda kəpəyi bağırsaqların fəaliyyətini gücləndirir. Müxtəlif ziyanlı maddələri özünə hopduraraq orqanizmdən xaric edir. Kəpəyi yeməklərə, sıyıqlara, salatlara və qatığa əlavə edə bilərsiniz.